Salam, bir say sistemindən digər say sisteminə keçidə baxırıq Codero test funksiyanından 2-3 bölməsinə. Deməli, birinci sualda belə bir sətir verib, ikilik ədədini onluq say sistemində ifadə edin. Onluq say sistemində ikilikdən onluğa keçərkən açıq yazılışdan da istifadə edərik və yaxud da daha tez etməyimiz üçün üzərində 1, 2, 4, 8 və 16 yazırıq. Burada 16, 4 və 2-ni götürürük. Niyə? Çünki onların altında 1 var. Hansının altında 1 varsa onları cəmləyirik. 16-nın üstünə 4-ün 20, 20-nin də üstünə 2-sini 22. Bu 22-dir. Amma açıq yazılışdan da istifadə edə bilərik. Açıq yazılışdan da belə istifadə edirik. Demək, açıq yazı üzərində 0, 1, 2, 3, 4 kimi nömrələyirik və 1-i vururuq 2-yə, üstündə 4, üstəgəl 0 vuraq 2-yə, üstündə 3, üstəgəl 1 vuraq 2, üstündə 2, üstəgəl 1 vuraq 2, üstəgəl 1, üstəgəl 0 vuraq 2 üstü 0. Burada əlbəttə ki, sıfırları yazmasaq da olardı. Amma belə uzun, həm də uzun olur onsuz da. 2 üstü 4 neçə edir? Məsələn, 16. Üzərinə 0 heç. Üzərinə gəlir 2 üstü 2 4-dür. 1-ə vuranda 4-dür. Yəni üzərinə 4 gəlir. Bir də burada 2 üstü 1 2-dir. 1-ə də vuranda 2 edir. Üzərinə 2 gəlir. Bu da 0-da hesablanmır. Sıfırlar hesablanmır. 16-nın üstünə 4 20, üzərinə 2 22. Yəni bu uzun olur, amma bu daha qısadır. İkincisi, ikili ədəd onluq say sistemində ifadə etdim. Yenə daha rahat yolumuzla, daha doğrusu üzr istəyirəm, sıfırdan deyil, yəni üzərində yazarkən birdən başlayırıq. 1, 2, 4, 8, 16, 32. Bunların hansınınki altında 1 var, onları cəmləyirik. 32-nin altında 1 var, yəni 32. Üstəgəl 8-in altında 1 var, ona görə 8-i götürürəm və bir də 4-ün altında 1 var. Bu da edir 44. Onluq say sisteminə çevirərkən 44 B variantı. Üçüncü suala baxaq. Üçüncü sualda 22 ədədi, onluq ədədini ikilik say sistemində ifadə edin. İkilik say sistemini ümumiyyətlə çevirərkən onluq say sisteminə, o say sistemi, ümumiyyətlə onluq say sisteminə hansı say sisteminə çeviriksə, o say sistemin əsasına bölürük və qalıqları götürürük. 22-ni də deməli onluq say sisteminə çevirərkən 22-ni bölürük 2-yə, 11 düşür. Qalıq neçə qalır? 0. Sonra 11-i bölürük 2-yə, deməli 5 düşür, qalıq 1 qalır. Yenə bu 5-i bölürəm 2-yə, 2 düşür, 1 qalıq qalır. 2-ni bölürəm 2-yə, 1 düşür, 0 qalıq qalır. 1-i 2-yə bölürəm, 0 düşür, 1-in də özü qalıq qalır. Və aşağıdan yuxarıya doğru qalıqları götürürük. 1, 0, 1, 1 və 0. 1, 0, 1, 1, 0 bu qaydadır. 1, 0, 1, 1, 0 C variantı. Onluq say sistemində verilmiş 24 ədədi ikilik say sistemində ifadə edin. 24 ədədini ikilik say sisteminə çevirərkən yenə eyni qayda ilə 24-ü bölürük 2-yə. Edir neçə? 12. 0 qalır. 12-ni bölürəm 2-yə. 6 düşür, 0 qalır. 6-nı bölürəm 2-yə. 3 düşür, 0 qalır. 3-ü bölürəm 2-yə. 1 düşür, 1 qalıq qalır. 1-i də bölürəm 2-yə. 0 düşür, 1-in özü qalıq qalır. Yenə aşağıdan yuxarıya 1, 1, 0, 0, 0. 1, 1, 0, 0, 0. O da hansındadır? D variantındadır. 5-ciyə baxaq. Onluq say sistemindən hər hansı x say sisteminə keçmək üçün ikilik və ya 8-lik, 16 və s. nə edir? Onluq say sistemindən hər hansı say sisteminə keçərkən o say sistemin əsasına bölürük. Məsələn, A variantında verilmiş ədədi x-ə bölüb, yəni 2-yə, 8-ə, 16 və s. Və alınan qalıqları axırdan əvvələ ardıcıl düzmək lazımdır. Elə A variantı doğrudur. Verilmiş ədədi x-ə vurmaq deyil, verilmiş ədəd sağ tərəfdən sıfıra yox, verilmiş ədədi x-ə bölmək və alınan qisməti yazmaq deyil, qisməti yazmırıq, qalığı yazırıq və özdə aşağıdan yuxarıya verilmiş ədədi qüvvətə yüksəldirik deyil. A variantı doğrudur. 6-da ikilik say sistemində verilmiş bu ədədi 16 say sisteminə deyir çevirin.
Deməli, 16 say sisteminə çevirərkən biz bilirik ki, qayda var. İkilik say sistemində 8-liyə və ikiliyə çevirərkən hissələrə bölürük, bitlərə bölürük. 8-likdə 3-3 bölürdük, amma 16-lıqda 4-4 bölürük. 16-lığa çevirərkən. Yəni 1, 2, 3, 4 belə. Bir dəqiqə daha sərbəli. Yaxşı, alınmadı. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 4, 4 böldük. Və bunun üzərində 8, 4, 2, 1 qaydasından istifadə edirik. 8, 4, 2, 1. Yəni, belə başlayaraq buradan yazıram. 8, 4, 2, 1 bunların üzərindən. Deyək ki, birincisi 1, 1, 1-dir. Bütün hamısı 1-dir. Yəni, 8, 4, 2, 1-in hamısı toplanacaq. 8-də, 4-də, 2-də, bir də 1-də toplanacaq. Düz görsənmir, ancaq bilin ki, hamısı yazılır burada. Burada da 8, 4, 2, 1 yazsaq, 8, 4, 2, 1 yazanda biz sadəcə 1-in altında 1 olduğu üçün 1-i götürəcəyik. Dəqiqə qırmızı ilə yazım, daha rahat görsənsin. Bunun da üstündə 8, 4, 2, 1 bütün hamısı toplanacaq. Çünki hamısının altı 1-dir. 8, 4, 2, 1. Burada da 1 toplanacaq sadəcə, çünki 1-in altı 1-dir. Demək, burada 8, 4, 2, 1 idi. Yəni, hamısı cəmlənirdi, çünki hamısının altında 1 var idi. 8-in üstünə 4-ün gələndə 12, 12-nin üstünə 2-nin gələndə 14, üstünə 1-in 15. Ümumiyyətlə, 4 dənə 1 yazılıbsa, bu elə ikilikdə onluqda 15-i göstərir. Yəni, bu 15-dir. Birincisi 15-dir. 15 isə 16-lıq say sistemində bilirik ki, 9-dan sonra hərflərlə işarə olunubdur. Yəni, A 10-u göstərirdi, 10, B 11-i, C 12, D 13, E 14 və F 15. Biz də burada bura 15 tapdıq. Demək ki, F ilə başlayır. Yəni, bu ikisindən biridir. Bunları çıxırıq. Bu ikisindən biridir. F. İkincisi 3-ün altında 0-dır. Bir dənə 1-in altında 1-dir. Ona görə 1 yazacağam. Yəni, F-dən sonra 1 olacaq. Elə cavab çıxır D variantı. Yəni də baxaq. Bax, sonra burada da hamısı 1-dir və toplayanda 15 edir. 15 də F ilə göstəricin yenə F ilə yazılır. Burada isə yenə 1 ilə başlayır. Yəni, çünki sonda ən sondakının qiyməti 1-dir, 6 1-dir. Ona görə 1 olur. Y çıxırıq. Belə. 7-ci də ikilik say sistemi verilmiş, bu da 8-lik say sistemində. 8-lik say sistemində isə 3-3 bölməliyik. 3-3 bölərkən 4, 2, 1 qaydasından istifadə edirik. 16-lıqda 4 bit olduğu üçün 8, 4, 2, 1. 8-likdə 3 bit olduğu üçün 4, 2, 1 qaydasından istifadə edirik. Deməli, 3-3 böldük. Bunların hamısı baxıram ki, 1-dir. Ona görə də tam cavab neçədirsə, 3 dənə 1 neçədirsə, yəni 3 dənə 1-in üzərində neçə eləyirsə, hamısı da eyni qiymət olacaq. Yəni, bax, 4, 2, 1, 4, 2, 1, 4, 2, 1, 4, 2, 1. 4, 2, 1-in hamısı toplanacaq. 7 eləyir. 4-ün üstünə 2-sinin üstünə 1-in 7 eləyir. Bu 7-dir. Bu da 7-dir. Bu da 7-dir. Bu da 7-dir. Heç 0 yoxdur. Ona görə hamısını toplayanda Y variantı. Yəni, birləşdirəndə Y variantı 4 dənə 7-dir. 8-lik say sistemində verilmiş 11 ədədini ikilik say sistemində ifadə edin. 11 ədədi 8-lik say sistemindədir. Bunu ikilikdə ifadə edək. İkilikdə ifadə etmək üçün yenə 4, 2, 1 qaydasından istifadə edəcəyik. Yəni, 4, 2, 1. Mən 11-i deməli 8, 1, 1 deməkdir də, belə deyək. 1-i almağım üçün ikilikdə 3 dənə bit yazmalıyam. 1 olmaq üçün hansının altı deməli dolmalıdır? Yəni təkcə 1-in altı dolmalıdır. Deyək ki, 4-ün altında 0 yazıram. Çünki mənə 4 lazım deyil. 2-nin altında da 0 yazıram. Mənə bir dənə 1 lazımdır. Bax bu. Ona görə bunun altında 1 yazıram. Sonra ikinci də yenə 1 lazımdır. Yenə mənə deməli bu tərəfdən yazıram 0, 0, 1. Birinci 1 budur. İkinci 1 də 0, 0, 1-dir. Yəni yana yazıram 0, 0, 1-dir. Bu ikilik say sistemindəki ədəddir. Sadəcə biz qarşıda 0 rəqəmi ilə ümumiyyətlə rəqəmlə başlamadığı üçün sıfırları silirik, ixtisara salırıq. Yerdə qalır 1, 0, 0, 1. C variantı.
8-likdən 2-liyə çevirərkən də 4-2-1 qaydasından istifadə edirik. 2-likdən 8-liyə çevirərkən də 3-3 bölərək 4-2-1 qaydasından istifadə edirik. Sonra 9-da deyir ki, 2, 7, 7, 8 ədədini ikilik say sistemində ifadə edin. Yenə eyni qayda ilə də bax 4-2-1 qaydasından istifadə edəcəyik. Məsələn, deyək ki, 4-2-1-də 2-ni almaq istəyirəmsə 2 ilə 6 1 olmalıdır. Qalanları digərləri 0 olmalıdır. Bu 1-dir. Bax belə. Birinci rəqəm belə başlayacaq. 0, 1, 0. Sonra 0-ı siləcəyik. Sonra 7-ni almaq üçün isə 4. Burada baxıram. 7 almaq üçün nə etməliyəm? 4-ün üstünə 2-ni gəlməliyəm. 6, 6-ın üstünə 1-in 7. Demək, hamısı toplanmalıdır. Ona görə də hamısının altında 1. Hamısı toplanarsa 7 olur. Hamısının altı 1 olmalıdır. Yenə yan-yana yazıram. Belə. Gəlin buradan yazaq. 1, 1. Yaxşı, sonra burada 7, yenə ikincisi də 7-dir. Yenə elə 7 olarkən 1, 1, 1, 1 yazılır. 7-ni yazarkən 1, 1, 1 yazırıq bayaqki qaydanı. Yəni 4, 2, 1-in hamısını toplayanda, yəni hamısının altı 1-dir. Ona görə də 3 dənə 1 yazıram və birləşdirirəm. Burada deməli 0 ilə ədəd başlayır. Burada var ha 0 yazıblar. Sadəcə buna oxşar deyil. Yəni buna uyğun deyil. Ona görə də nə edirik? Var, burada var. Aha. Buna uyğunu var. Elə B variantıdır. Burada məsəl üçün göstərib tərsi nədir? Bu heç. Burada bu deyil, bu deyil. Bu da deyil. Elə B variantıdır. 0 qalıbdır. Yəni çox vaxt yazılmır. 0-ın üzərinə xətt çəkib digərlərini yazırlar. Başlamır çünki 0 nədir. Sonra 10-a keçirik. 3AF 16 ədədini ikilik say sistemində ifadə edin. Burada 8, 4, 2, 1-dən istifadə edəcəyik. Bayaq 4, 2, 1-dən istifadə etdik 8-likdə, amma 16-lıqda 8, 4, 2, 1-dən istifadə edəcəyik. 8, 4, 2, 1. 3-ü almaq üçün hansıları hesablamalıyam? 2 ilə 1-i də. Demək ki, 2 ilə 1-in altı sadəcə 1 olacaq. Digərləri 0 olacaq. Sonra A-nı almaq üçün A da bilirik ki, 10-dur. 10 almaq üçün hansı toplamalıyam? 8 ilə 2-ni toplamalıyam. Demək 8 ilə sadəcə 2-nin altı 1 olacaq. Digərləri 0 olacaq. Bax bunları birləşdirməliyəm. Aşağıdan birləşdirirəm. 0 0 1 1 0 0 1 1 1 0 1 0 1 0 1 0 birləşdiririm. Sonra F-i yazacağam. F-də nədir? 15-dir. 15 almağım üçün nə etməliyəm? Bunları yenə cəmləməliyəm. Hamısını cəmləyəndə 15 edir. 8-in üstünə 4-ün 12, 12-in üstünə 2-ün 14, 14-ün üstünə 1-in 15. Yəni hamısı 1, 1, 1 olur. Onu da yazıram. 1, 1, 1, 1, 4 dənə və salam. Baxıram buna uyğun ədəd varmı? Baxırıq. 10-cuya. Elə A variantına oxşuyur. Aha. A variantı düzgün cavabdır. Yaxşı, 8-lik say sistemində ən böyük rəqəm simvolu hansıdır? 8-lik say sistemində əlbəttə ki 7-dir. Çünki bax 0, 1, 2, 3, 4, 5, 6 və 7. 8-lik say sistemində 8 rəqəm iştirak edir. 0-dan 7-yə qədər. Ona görə ən böyük rəqəmi də 7-dir. Deyək ki, burada onluq ədədə çevir. Onluq ədəddə 54. Deyir ki, 16-lıqda müəyyəndir. Burada x 10 deyir, 54-dür. 16-lıqda neçədir? 54-ü onluq say sistemindəki hər hansı bir ədədi digər say sisteminə çevirərkən o say sistemin əsasına bölürük. Yəni 54-ü bölürük 16-ya. Bayaq necə böldük? 2-yə. Burada da indi 16-ya bölürəm. 54-ü 16-ya bölərkən deməli 3 dəfə düşdü. 3 dəfə düşür. 3 dəfə 16-nı belə yazım. Çubuqlu bölməni daha rahat olur çubuqlu ilə görsənir. 3 dəfə düşür. Bu edir 48. Burada da 4-dən 48-in 6. Aha. 3 onsuz da 16 say sistemində var. Ona görə təzədən bölmürəm 3-ü. Belə götürürük. 3, 6. Yəni 36 edir. 36. O da hansındadır? Y variantında. Sonra 13-ə baxaq. Yox, silinmədi.
Aha, 13-də deyir, 13 onluq ədədi 16-lıq da bərabərlənsə sual şərtinin yerinə hansı olmalıdır? Bilirik ki, 13 ədədi, 16-lıqda 13 ədədi yuxarıda yazmışdıq. Elə hərflə, simvolla göstərilir və D simvolu ilə göstərilir. Yəni onu da bölməyə ehtiyac yoxdur. D var, D, B variantı D. Sonra 14-ə baxaq. 1, 2, F16 ədədini onluq say sistemində ifadə edin. Onluq say sisteminə çevirərkən isə bu qayda açıq yazılışdan istifadə edirdik. 1, 2 və F16-lıq say sistemində birinci o ikilik say sistemində göstərdiyim qayda idi. Sıfırdan başlayaraq nömrələyirdik. Açıq yazılış forması deyirik buna. Deməli, 1-i vururduq 16-ya, üzərində 2 yazırdıq. 1 vurulsun 16, üzərində 2. Açıq yazıram ki, daha rahat başa düşəsiniz. 2 vurulsun 16 üstü 1, üstəcəl F-də deməli 15-i göstərirdi. 15 vurulsun 16 üstü 0 bərabərdir. Deməli, burada 16-nın kvadratı neçə edir? 16-nın kvadratı 256 edir. 256 üstəcəl 2-ni 16 üstü 1, 16, 2-yə də vuranda 32. Üstəcəl 16 üstü 0 1 edir. 1 də 15-ə vuranda 15. Bunları demək cəmləyirik. Edir 303 303 edir. Deməli 303 16 onluqda B variantı. Yine aşağıya 15-ci suala baxaq. 16 say sistemində verilmiş D, B, 16 ədədini onluq say sistemində ifadə edir. 16 say sistemində bunlar verib onluğa çevirməliyik. Bayaqçı açıq yazılışdan istifadə edərək yenə çeviririk. Deməli, açıq yazılışdan yenə üzərində 0, 1 yazıram. D-ni vurub 16-ya üzərində 1 yazsam. D-nin də qiyməti neçə idi? Deməli, bayaq yazmışdıq. 16 say sistemində A 10 idi, B 11, C 12. Bu yerə qeyd edirəm, çünki həmişə bir yerə qeyd edin, yadınızda qalsın ki, çaşmayasınız. A 10-dur, B 11-dir, C 12-dir, D 13, E 14, F isə 15-i bildirir. Belə tez-tez yazın, bir yerə qeyd edin, yadınızda qalsın. Deməli, D nəyi bildirirdi? 13-ü bildirirdi. Ona görə D-nin yerinə 13 yazıram. 13-ü vururam 16-ya və üzərində 1 yazıram. Üstəcəl B-də 11 idi. 11-i də vururam 16-ya, üzərinə 0 yazıram. 11 vurulsun 16, üzərinə 0 bərabərdir. Deməli, burada 13-ü 16-ya vurarkən neçə edir? Elə edirəm 200 neçə edir? 208. 208. 208-in də üzərinə 208. Üzərinə 16 üstü 0 1 edir. 1-i də 11-ə vuranda 11 edir. Demək 208-in də üzərinə 11 gələndə edir neçə? 210 neçə? 9. 219. O da edir harda? A variantı. 16-lıqda onluq say sistemindəki ən böyük rəqəmli ədədi 8-ci say sistemində ifadə edir. Onluq say sistemində ən böyük rəqəmli ədəd bilirik ki, ən böyük rəqəm 9-dur. 9-la da 3 rəqəmli ən böyük rəqəmli ədəd düzəltsək 999 olur. 8-ci say sistemində deyil ifadə edin. Bu 8-ci say sisteminə çevirərkən biz bunu 8-ə bölməliyik. Deməli, biraz uzun vaxt aparır. 8-ə bölüb qalıqları götürmək. Deyək ki, 999-u bölürük 8-ə. Buradan neçə düşür deyək? 1, 8, 1, 9, 2, 6, 3. Aha, deməli, burada qalıq, birinci qalığımız 3 oldu. Sonra deməli, buradan gəlir 12. Bir dəqiqə. Saçdım, beynim tormozlandı. 12 edir. Aha, deyək ki, 12-ni də bölürəm yenə 8-ə. 12-ni 8-ə böləndə bir dəfə düşdü. 8, 12-dən 8-in çıxanda
deməli 4. Bu deyilir, deməli, nəysə bir səhvlik elədim. Bir dəqiqə yoldaşlar. Deməli, burada mən bir dənə 9-u nəzərə almamışdım. Bax, burada böldüm 999-u 8-ə. Beynim qarışdı. Burada 9-u elə bilmişəm, yendirmişəm, amma yendirməmişdim. 999-u 8-ə böləndə 1 düşdü 8. 1, 9, 19. 2 dəfə düşdü 16. O da 19-un altına 3. 9 yenir 39-u 8-ə. Deməli, 4, 32, 39-dan 32-sini çıxanda deməli 7. Burada 7 qaldı qalığımız. İndi isə 124-ü bölməliyik 8-ə. 124-ü 8-ə böləndə buradan da 1, 8, deməli 4. 4 gəlir. 44-ü 8-ə 5 dəfə. Deməli 40. Sonra 4 qaldı. Buradakı qalığımız da 4 oldu. 15-i də 8-ə böləndə 15 8-ə bir dəfə düşür 8. 15-dən 8-ini qalır 7. Aha. Üstədə bir də artıq bölümü birin özünü götürürəm. Bax, buradan başlayırıq götürməyə qalıqları belə. Burada qalıq 1-dir. Daha doğrusu da cavabdan, sonuncu cavabdan başlayıram, qalıqları götürürəm. Sonuncu cavab 1-dir. 1, 7, 4, 7. 1, 7, 4, 7. 1, 7, 4, 7 B variantı. 8 say sistemində ən böyük 4 rəqəmlərdə 16 say sistemində ifadə edin. Ən böyük 4 rəqəmlərdə deyirsə 8 say sistemində ən böyük rəqəm 7-dir 8 say sistemində və 4 ən böyük 4 rəqəmə də deyirsə, demək ki 4 dənə 7-ni yan-yana yazacağam. 8-likdə bu ədədi deyir 16 say sistemində göstərin. Biz 16 say sisteminə 8-likdə 16 rahat keçmə üçün 2-likdən istifadə edirik. Yəni birinci 2-liyə çevirəcəyik, sonra isə onu 16-lığa. Deməli, bunu 2-liyə çevirmək üçün 4-2-1 yenə bayaq dediyim qayda var idi. 4-2-1 qaydasından istifadə edərək çevirəcəyik. Yəni 4-2-1-də 4-2-1 necə olmalıdır? Məsələn, deyək 7-ni hansıları toplayanda 7 alınır? Hamısını biz bilməliyik ki, artıq 7 hamısının altında 1 olmalıdır. Yəni 1, 1, 1. 4-ün üstünə 2-nin 6, 6-ın üstünə 1-in 7. Demək ki, hamısı 1, 1, 1 olmalıdır. Yəni 3 dənə 1 burada, 3 dənə 1 burada, 3 dənə 1, 3 dənə 1. Yəni bura yazıram 1, 1, 1 bu 7-yə. İkinci 7-yə 1, 1, 1. Üçüncü 7-yə 1, 1, 1. Dördüncü 7-yə 1, 1, 1. Sonra isə bunu 16 say sisteminə çevirin. Bu ikilikdədir artıq. 16 say sisteminə çevirmək istəyirik. 16 say sisteminə çevirərkən 1, 2, 4, 4 bölməliyik. Yəni 1, 2, 3, 4. Sonra 1, 2, 3, 4. 1, 2, 3, 4. 4, 4 böldük və yenə bunda da hamısı 1, 1, 1-dir. Bizdə 16 say sistemində 8, 4, 2, 1 qaydasından istifadə edirik və bunların hamısı 1 olarsa, deməli, hamısını cəmləyirik. Yəni 8-in üstünə 4-ün 12, 12-in üstünə 4-ün 14, 14-ün üstünə 1-in 15. Yəni hamısı olarsa 15 edir. 15-də bayaq yazmışdıq. 15 16-lıq say sistemində F kimi göstərir. F kimi, bax burada vermişdim. F kimi göstərilir. Yəni bunların hamısı artıq F oldu. Yəni burada F, F və F. Yəni 3 dənə F, C variantı. 18-ə baxırıq. 18-də 97, 16 ədədini ikili say sistemində ifadə edin. 97 deməli ikili say sisteminə çevirərkən 8, 4, 2, 1 qaydasından istifadə edəcəyik. 8, 4, 2, 1. Deməli 9 hesab olmaq üçün 9-un hansıların altı 1 olmalıdır? Əlbəttə ki 8 ilə 1. Demək bu ikisinin altında 1 yazırsam, digərləri 0-dır. Yəni birinci rəqəmim artıq 1, 0, 0, 1 ilə başladı. Birisi məsələn A variantında elədi. Deyək ki, B variantı deyil. C variantı da elədi. Bax bu deyil. Y də deyil. Yəni ya A-dır, ya da C-dir. Sonra 7-də 7-ni almaq üçün hansıların altında 1 olmalıdır? Deməli bu 0 olmalıdır. 8. Digərləri 1, 1, 1 olmalıdır. Yəni bu rəqəmin ardınca da 0, 0 bayaq yazdıq. Deyək ki 0, 0, 1, 0, 0, 1 və ardınca bu rəqəm yazılmalıdır. 0, 1, 1, 1. Belə bir rəqəm olmalıdır. Hansına uyğundur? A mı, yoxsa C mi? Əlbəttə ki, A variantı.
19. 143 ədədini 16 say sistemində ifadə edin. 143 onluq ədədlərdir. 1, 2 onluq ədəddən hər hansı say sisteminə keçərkən o say sisteminin əsasına bölməliyik. Yəni ki, 142-ni böləcəyik 16-ya. 142-ni 16-ya bölərkən neçə düşür? Deməli, 8 dəfə düşər. 8 dəfə 6-nı 48, 4 yadda. 8 dəfə 1-ni 8, 4 də yadda 12. Deməli, buradan 12-dən 8-ini 4, 1, burada 14 qaldı. Belə yazılır. Yəni 14 də 16-lıqda var, 8 də 16-lıqda var. 8-i yazıram, 14-ü də deməli 16-lıq say sistemində deməli bilirdik ki, 14 Y kimi yazılır. Yəni 8 Y belə yazılır. O da C variantıdır. Sonra 20-ci sualda bir AC 16 ədədi onluq say sistemində ifadə edin. Yenə bunu da deməli onluq say sisteminə çevirərkən açıq yazılışdan istifadə edirik. Çünki biz hər hansı say sistemindən onluğa keçərkən artıq açıq yazılışdan istifadə etməliyik. Açıq yazılışda necə olur? Üzərində 0, 1, 2 belə yazırdıq. Belə buradan yazıram elə. Bərabərdir. 1-i vurduq 16-ya, üstündə 2. 1 vurulsun 16 üstü 2. Üstəcə, sonra A 10-dur. 10 vurulsun 16 üstü 1. 10 vurulsun 16 üstü 1. Üstəcə, C-də deməli 12-dir. 12 vurulsun 16 üstü 0. Bunları biz toplayırıq. Deməli 16-nın kvadratı 60. 16-nın kvadratı bir dəqiqə. 256 16-nın kvadratı. Deməli 256-nın üzərinə 160 edir. Bu 16 üstü 1, 16, onun üstündə 10, vuranda 10-a 160. Yəni 256 üzərinə 160 üzərinə 16 üstü 0 1 edir. 1 də 12-yə vuranda 12. Deməli 256 üstə 160 üstə 12. Bunları da cəmləyəndə 200, 300, 400, 428. 428 edir. B variantı. 21-ə baxırıq. 21-də ədədini ikilik say sistemində ifadə edir. Yenə bunda deməli 8, 4, 2, 1 qaydasından istifadə edərək ikiliyə çevirəcəyik. A, yəni 10-dur. 10-u göstərmək üçün bax burada yazmışıq deyək ki. Onu göstərmək üçün bunların hansını toplamalıyıq? 8, 4, 2, 1-in. Deməli, nə bir qalsın. Qələmdə problem oldu. 8, 4, 2, 1. Deməli, burada A 10-dur dedik. Onu hesaplamaq üçün 8-lə 2-ni toplayanda 10 edir. Ona görə bu ikisinin altında 1-dir. Digərlərini 0 yazıram. Yəni, bura yazıram 1, 0, 1, 0. Yəni, 1, 0, 1, 0 ilə başlayan olmalıdır. Bunlar getdi, bax, avtomatik olaraq. Bu qalır, bu getdi. Bununla bu qalır hələ ki. Sonra 6 ədədini. Burada 6 ədədini nə ilə nəyə toplayanda? 4 ilə 2-ni toplayanda 6 eləyir. Ona görə də 8-in 6 0 olur. 4-ün 6 1 olur. 2 də toplanmalıdır 4 ilə 6 eləsin deyə 1 olur. 1 amma toplanmır 0 olur. Yəni 0, 1, 1, 0. 0, 1, 1, 0. Sonra burada 1 ədədi. 1 ədədində sadəcə 1-in altında 1 olmalıdır. Yəni digərləri 0 olmalıdır. 1-in altında 1 olmalıdır. Yəni 0, 0, 0 və 1. Bu da hansına? Y variantına uyğundur. Belə 22-yə baxaq. 22-də deməli 1, 0, B ədədin onluq say sistemində ifadə edin. Onluq say sistemində ifadə edərkən açıq yazılışdan istifadə edirik. Yəni üzərində 0, 1, 2 yazırıq. Və bərabərdir deyək ki, 1-i vururam 16 kvadratına, 1 vurulsun 16 üstü 2, üstəcə 0 vurulsun 16 üstü 1. 0-ı yazmasaq da olar, çünki cavab 0 alınacaq. Ona görə yazmıram. Sonra keçirəm B-yə. B-də 11-dir. 11-i vururam 16 üstü 0-a, 11 vurulsun 16 üstü 0.
Deməli 16-nın kvadratı 256 edir. 300, burada da 16 üstü 0, 1 edir. 1 də 11-ə 11. 256-nın da üstünə 11 gələndə edir neçə? 267. Y variantı. 267. 23-də deyir ki, ədədini 16-lıq say sistemində ifadə edin. 16-lıq say sistemində ifadə edəndə ikiliyə 4-4 bölürdük. Belə 4-4 bölərdik. Çatışmayan ədəd olarsa, yanına 0 əlavə edirdik. Deməli, üzərində 8, 4, 2, 1 yazsaq, 4, 2, 1. Burada 8-in altı bildim. Ona görə 8 düşür. Burada da 8, 4, 2, 1 yazsaq, 2, 1 yazsaq. Burada 4-dür, 4-ün altı bildir. Burada da 1-in altı bildir. Yəni 4 ilə 1-i toplayıram. O da edir 5. Yəni 58 A variantı. 24-ə baxaq. 24-də deməli, yenə ikilik bir ədəddir. Onu onluq say sisteminə çevirməliyik. Onluq say sistemində bax, bunlar kimi açıq yazılışdan da istifadə etmək olar. Amma daha rahat yolun başda demişdim sizə. Deməli, daha rahat yolu 1, 2, 4, 8, 16, 32. Bu sadəcə ikilik say sistemində keçərlidir. Digər say sistemlərin üzərində yazmırıq onluq say, belə yazmırıq onluq say sisteminə keçərkən. Daha tez tapmağınız üçün onsuz da axırı açıq yazılış formasına gəlir çıxır. Sadəcə daha tez olur. Deməli, burada 32-nin altı birdir. Demək, 32-ni götürəcəm. 8-in altı birdir. 8-i götürəcəm. Yəni 32, üstə gəl 8. 4-ün altında birdir. 4-ü götürəcəm və sıla. Deməli, bunları da cəmləyirik. 40, 44. O da B variantı. 25-ə baxırıq. 51, 26 ədədlərini ayrı-ayrılıqda ikilik say sistemində ifadə edin. 8-likdə də bunları ikilikdə ifadə etməliyik. Yenə bu 4-2-1 qaydası. Yəni 3-3 bölürük. Çünki 8-likdə. 16-lıqda 8-4-2-1 idi, amma 8-likdə 4-2-1. 51-i deməli 4-2-1 qaydasını, yəni 5. 5-i göstərmək üçün hansılar 1 olmalı? 4 ilə 1. 1, 1. Amma 2 0-dır. Yəni 1 0 1 ilə başlamalıdır. 1 0 1. Baxıram ki, məsələn, burada bu 1 0 1 ilə başlanıb, C ilə E atırıq. Sonra 1-i yazmaq üçün sadəcə 1-in altı 1. Digərləri 0 olur. Yəni bunun da yanı 0 0 1. Birincisi belə olmalıdır. 1 0 1 0 0 1 1 0 1. Baba variantı getdi. B variantı uyğun gəlir. Elə B variantına uyğun gəlir. D variantı deyil. Yenə də baxaq 26-ya da baxaq. 2-ni göstərmək üçün nə edirəm? Bir dənə 2-nin altı 1 olmalıdır. Yəni 4 4 ilə 1-in altı 0 olur. 0-dır, 2 1-dir, bu da 0-dır. Yəni belə başlayır da. 0-ı nəzərə almayıb burada. Başdan başlasa da 0-la başlasa da 0-ı nəzərə almayıb. Sonda xətt çəkərik üstündən. Sonra 6-nı göstərmək üçün nə ilə cəmlənməlidir? 4 ilə 2 cəmlənməlidir. 6. 1-in altı 0 edir. Yəni bu birlər ikisi 1-dir. Axırda 1-in altı 0. Yəni 1 1 0. 1 1 0. Başdakı 0-ı da atıram. Yerdə qalır nə? 1 0 1 1 0. 1 0 1 1 0. Elə B variantıdır. 25 dənəsi bəsdir. Qalanını digər videoda çəkəcəm.